بسم الله الرحمن الرحيم إن أحسنتم لأنفسكم وإن أسأتم فلها وإذا جاء وعد الآخرة ليسوءوا وجوهكم وليدخلوا المسجد وليدخلوا المسجد كما دخلوه أول مرة وليدخلوا المسجد كما دخلوه أول مرة وليتبروا ما علوا تتبيرا إن أحسنتم لأنفسكم وإن أسأتم فلها فإذا جاء وعد الآخرة ليسوءوا وجوهكم وليدخلوا المسجد كما دخلوه أول مرة وليدخلوا المسجد كما دخلوه أول مرة وليتبروا ما علوا تتبيرا عسى ربكم أن يرحمكم عسى ربكم أن
إن هذا القرآن يهدي للتي هي أقوم ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. إن هذا القرآن يهدي للتي هي أقوم ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما. ويدعو الإنسان بالشر دعاءه بالخير. وكان الإنسان عجولا. ويدعو الإنسان بالشر دعاءه بالخير. وكان الإنسان عجولا. وجعلنا الليل والنهار آيتين فمحونا آية الليل وجعلنا وجعلنا آية النهار مبصرا وجعلنا
İnşallah hər gecə insan həyatından danışırıq. Bugün artıq gəlib çatmışıq ailə münasibətləri mövzusuna. Bugünün ən böyük bəlası, ən böyük problemi ailələr niyə dağılır? Ailələrdə olan boşanmalar günü-gündən artır. Bu haqda danışacaq. Buyururlar, gözəl bir kəlamdır. Deyir, insan dünyaya göz açanda ilk gördüyü əksər hallarda insan öz ailəsi olur. İlk sevgini, ilk mərhəməti insan deyir anasından öyrənir. İlk dəfə fədakarlıq nədir? İnsan öz atasından öyrənir. İlk mehribanlığı, ilk mərhəməti insan öz ailəsindən öyrənir. Ailə öyrədir bunu. Buyururlar, deyir, ailə sadəcə bir evdə yaşamaq deyil, bir damın altında yaşamaqdan ibarət deyil. Ailə odur ki, orada olan insanların qəlbi bir-birinə bağlı olsun. Bir o zaman olur o ailə. Ailə odur ki, çətin günlərdir, sıxıntılı günlərdir. Ata, ana, övlad, həyat yoldaşı, hamısı deyir bir-birinə dayaq olsun, bir-birinin yanında olsun. Bu zaman olur ailə. Baxın, həyatımızda nə qədər belə insanlar görürük. Görürsən, insan var, böyük evlərdə yaşayırlar, amma nədir? Ailədə xoşbəxtlik yoxdur. Ailə bütün günü söz-söhbətdən ibarətdir, bütün günü davadalaşdır. Amma ailə var, görürsən, balaca bir dənə evdə yaşayır, necə də xoşbəxt yaşayır. Necə də mehribandılar, bir-birinə can deyirlər, can eşidirlər. Daim günləri xoş keçir. Çünki buyurur ki, ailəni xoşbəxt eləyən o daş divar deyil. Ailəni xoşbəxt eləyən məhəbbət və hörmətdir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur. Rum surəsinin 21-ci ayəsi. Ey ümmət, ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən, öz cinsinizdən zövcələr xəlq edib, aranızda sevgi və mərhəmət yaratması da onun varlığının dəlillərindəndir. Nə gözəl ayədir. Ayə bizə göstərir ki, ailənin əsası nədir? Sevgi və mərhəmət. Quran ayəsidir. Ailənin əsası budur. O ailəni qoruyan, o ailəni qorumağa sütun olmalıdır da, hə? O sütun nədir? Deyir, ailədə olan hörmət. Bir ailədə ki, bir-birlərinə qarşı hörmət olmadı, nədir o? Sütunu yıxdın, oradan heç bir zaman ailə ola bilməz. Və sonra buyurur, hörmət itəndə ailənin bərəkəti itər. Hörmət itər, evdə rahatlıq itər. O evdə rahatlıq gözləmə, rahatlıq olmaz və nəticə ailələrin dağılmağına başlayır. Ailələr dağılır. Və indi inşallah mövzumuza başlayırıq. Dedik ki, ailəni ayaqda saxlayan hörmətdir. Ailəni dağıdan da nədir? Hörmətin itməsi. Yaxşı. Ailədə hörmət niyə itir? Bunun səbəbi nədir? Bunu bizə hədis açıqlayır. Bir çəkir hamısını. Deyir, birinci bilirsin nədir ailədə hörmətin itmə səbəbi? O ailədə olan insanların Allah qorxusunun azalması. Gör, hara gedib çıxır? Deyir, o evdə yaşayanlar bir-birinə qarşı hörmət itib, onların Allah qorxusu itibdir. Allahdan qorxmurlar. İnsan, deyir, Allahın onu gördüyünü unutduqda dilinə də, davranışına da, münasibətinə də diqqət eləməz. Həqiqətdir də. Mən bilsəm ki, Allah məni görmür, üzr istəyirəm. Hər nə gəldi eləyərəm də, hə? Bu ailədə ki, bir-birinə hörmət eləmirlər, niyə eləmirlər? Düşünürlər ki, Allah qorxusu yoxdur da insanda. Mən bilsəm, bax, belə də yazır hədis. Deyir, bilsə ki, Allah onun həyat yoldaşına necə davrandığını görür. O zaman özü necə aparar? Həyat yoldaşına necə hörmət eləyər? Sonra buyurur. Qadın bilsə ki, Allah onun ərinə olan münasibətinə baxır. Bir qadın necə davranır həmən anda?
Deməli, məsələ nədir? O birinci məsələ budur. Ər və arvad özü də fikir vermədən onlarda Allah qorxusu itib. Əgər ər və arvadda Allah qorxusu olsa, vallahi, billahi, Allaha xatir bir-birinə hörmət eləyərlər. Bir-birinə güzəştə gedərlər. İkinci buyurur ki, ailənin dağılmağının səbəbi, hörmət itməsinin səbəbi dildir. Tərəflər öz dillərinə sahib çıxa bilmirlər. Özlərini qorumurlar. Deyir, ailələr birisi niyə dağılır? Fiziki şiddətə yox. Bu ağızdan çıxan sözə görə ailələr dağılır. Yazır acı sözlər. Diqqətlə qulaq asın, sizə bir hədis deyəcəm. Yazır acı sözlər, təhqirlər, alçatmalar, qışqırmaqlar ailəni dağıdır. Həzrəti Peyğəmbərin hədisinə bax. Görün Həzrət nə deyir? Deyir, müminin əxlaqı haqqında. Deyir, mümin bir insan nə təhqir eləyər, nə lənət eləyər, nə kobud danışar, nə də həyasız olar. Bu müminin xüsusiyyətində yoxdur. Hamı deyir ki, mən müminəm. Müminsən, öz əxlaqı, bu şeylərlə qorumalısan. Bir ailədə ki, qardaş, təhqir olmaya, lənət olmaya, hayasızlıq olmaya, üzr istəyirəm, kobud danışıq olmaya, o ailə niyə dağılar ki? Ailəni dağıdan belə-belə şeylərdir də. Söz-söhbət gətirən belə-belə şeylərdir də. Ona görə hədis bizə buyurur, istəyirsən ailəvi qoruyasan, öz dilivə sahib çıxmalısan. Görürsən, ərdən danışaqdan da hamı kişilər də elə ki, qadınlar dəyişdir. Görürsən, evin atası illərlə əziyyət çəkib, ailəsini qoruyub, ailəsini gətirib, neçə illərə çıxardıb, görürsən, əsəbi halda ağzından çıxan bir dənə kobud söz neyinir? Ailəni məhv edir. Amma görürsən, illərlə əziyyət çəkmişdir. Ortada nə baş verir? Ortada əziyyəti çəkən nə ərdir, nə arvad. Kimdir? Övlad. Görürsən, uşaq yaşından qaldı yetim. Ata ayrı, ana ayrı. İndi gəl o valideynə sual verək, deyər ki, mənim qəlbimi qırdı da. Mən necə götürüm? Bəs övlad. O yazığın nə günahı var idi? Onu düşünən yoxdur. Ailəni dağıdan digər səbəbə bax. Təkəbbür və mənəmçilik ailənin evini yıxır. Ailəni məhv edir. Hədis deyir ki, ailədə ən təhlükəli xəstəlikdir bu təkəbbürlük. Mənəmçilik. Hər kəs deyir, özünü haqlı görür. Qarşı tərəfi haqsız görür. Deyir, mənəm düz. Günorta cümə xütbəsində olanlar bilir, biraz toxundum buna. Hər kəs mənəm deyir. Deyir, bu hal baş verdi, ailəyə təkəbbürlük ki, gəldi. Nə olur? Yazır ki, şeytanın vəsvəsəsi gəlir. Bu şeytan yenə gəldi. Başlayır vəsvəsə eləmək. Necə? Deyir, dinən ki, mən səndən heç vaxt üzr istəmərəm. Mən səhv eləməmişəm ki, səndən üzr istəyim. Mən heç vaxt üzr istəmərəm. Mən niyə geri addım atmalıyam? Deyir, ona dinən ki, bu evdə mənim dediyim olmalıdır. Ailəni dağıdan söz bu idi. Bu evdə mənim dediyim olmalıdır. Bu söz ona görə əvvəldə dedim, şeytanın vəsvəsəsi idi. Bu evdə mənim dediyim olmalıdır və salam, o ailədən ailə gözləmə. O ailə dağıldı artıq. Məhv oldu, getdi. Nə ilə? Təkəbbürlü ilə. Şeytanın vəsvəsəsi ilə. Yazır, bu düşüncə ailənin təməlini məhv eləyir. Sonra şükürsüzlük. Ailədə olan neymətlərə görə, xoşbəxtliyə görə, mehribançılığa görə ailənin şükür etməməsi, Allaha təşəkkür etməməsi. İnsan əlində olan neymətlərin qədrini bilməyəndə Allah o neyməti alır. Həyatda hamı şahid olmuşdur da, Allah bizə nə çox neymətlər verir, onun qədrini bilmirik. Müəyyən müddət sonra çıxır əlimizdən. Bax, ailə də bu cür nədir? Görürsən, ər həyat yoldaşının zəhmətini görmür. Qadın öz ərinin çəkdiyi əziyyətləri görmür. Övlad valideynin necə fədakar olduğunu görmür. Elə bir-birinə atmaca sözlər, bir təşəkkür olunmalıdır. Eləmirlər, ailə dağılır. Söz-söhbət ailəni məhv edir. Halbuki bir dənə o əziyyətlərin qarşılığında biri-birinə bir dənə təşəkkür eləsəydilər, onlardan böyük xoşbəxt ailə ola bilməzdi. Ən gözəl, ən xoşbəxt ailə onlar olardı. Amma nə ilə dağıtdılar?
bir dənə şükür, təşəkkür eləməməklə. Ailəni məhv edirlər. Baxırsınız, sadə, primitiv bir şeylərdir saydıqlarım. Sadəcə insan diqqət eləmir, bununla ailələr dağılır. Sonra mən sizə ailədə övladın ata-anaya, ata-ananın övladı olan münasibətinə toxunmaq istəyirəm. Bu birinci Quran ayəsini oxuyum sizə. İsra surəsinin 23-cü ayəsi, məşhur ayət də valideyn haqqında. Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi, onlara yaxşı baxıb, gözəl davranmağı buyurmuşdur. Əgər onlardan biri və yaxud hər ikisi sənin yanında yaşayıb, qocalığın ən düşkün çağına yetərsə, onlara uf belə demə. Üstlərinə qışqırıb, acı söz söyləmə. Onlarla xoş danış. Ayə diqqət eləyəndə nə görürük? Ayə diqqət eləyəndə görürük ki, Allah öz haqqından sonra, özdə dərhal sonra neynədir? Əmr elədi valideynə xidmət. Öz haqqından sonra biz bəndəyə əmr eləyir ki, valideynə itaət etməlisən. Sənin vəzifən valideynə hörmət etməkdir. Həzrət Peyğəmbərimiz nə buyurur? Deyir, Allahın razılığı valideynin razılığındadır. Allahın qəzəbi valideynin qəzəbindədir. Gör, Allah valideynə nə qədər qiymət verir. Həzrət Peyğəmbər digər hədisində nə buyurur? Cənnət anaların ayaqları altındadır. Elə belə hədislər deyil ha bunlar. Hədislərə baxanda görürsən ki, valideynə hörmət, valideynə ehtiram, valideynə xidmət səni aparır salır cənnətə. Bir dənə valideynə xidmət elə, onun ehtiramını qoru, Allah deyir ki, ey bəndəm, cənnət sənindir, gəl daxil ol cənnətə. Amma bir gün baxırsan, nə olur? Nə qədər övladlarımız valideyninə hörmət eləmir, valideyninə ehtiram eləmir, valideyninə xidmət eləmir, valideynin qəlbini qırır, valideyni incidir. Vallah, billah, bu günləri çox baş verir bunlar. Valideyni çox narahat edir övlad. Görün nə buyurur? Deyir, bir övlad ki, ata-anasına hörmət eləməsə, o övlad gələcəkdə həyat yoldaşına da hörmət eləməyəcək. Arif sözü deyə bu. Sonra da buyurur, bax, belə ailələrdir, gəlib dağılır, məhv olur. Belə övladların ailələri. Zamanında ata-anaya hörmət qoymamışdı, gələcəkdə də həyat yoldaşına hörmət qoymadı. Görürsən, ailə dağıldı, məhv oldu, getdi. İndi yazır digər yerdə. Deyir, valideyn də bilməlidir ki, övlad onun sözünə yox, onun əməllərini təqlid eləyəcək. Mən oturum burada, üzr istəyirəm hamımızdan, deyim, oğlum, namaz qıl. Namaz sənə vacibdir. Özüm də oturum öz işimdə, namaz qılmayım. Hansı uşaq mənə qulaq asır? Deyir, ayətə, necə olur? Bu namaz qılmaq vacib tələbi, qıl baxın. Görüm, o namazı necə qılırlar? Arif bizə bunu başa salmaq istəyir, ha? Övladını tərbiyə eləmək istəyirsən, o sənin sözünlə yox, sənə baxıb təqlid eləyəcək. Onun yanında bir neçə dəfə namaz qıl, ona göstər ki, namaz vacibdir. Özü gəlib yanacaq sən yanında. Özü başlayacaq namaz qılmağa. Namazın vacibliyini görəcək, namazı sevəcək. Sonra analar haqqında buyurur. Deyir, əgər ana əxlaqdan nümunədirsə, vacibdən vacib bilsin ki, övladı da gözəl əxlaq sahibi olacaq. Yoxsa tək sözlə övlada tərbiyə verməyə fikirləşməyin, deyir. Övlada göstərin. O dediklərinizi özünüz eləyib övlada göstərməlisiniz. Yenə deyirəm, bu günləri çox gənclərdə var bu. Valideynin sözünü dinləməmək, valideynin qəlbini qırmaq, valideynin zəhmətini unutmaq. Amma yaddan çıxardırıq ki, atamız, anamız bizim üçün hansı əziyyətlərə dözüblər. Ən azından ananın o gecələr, yuxusuz gecələri var da, onu heç nə ilə ödəmək olmaz, heç nə ilə. Həzrət Peyğəmbərin deyir bu hədis, deyir, ana ki, sənin bətnində gəzdirib, 9 ay. Onun istəsən haqqını ödəyəsən, o bir günün haqqını ödəyib qutara bilmərsən. Bir günün haqqını ödəyə bilmərsən. Ana səni 9 ay bətnində gəzdirib. Sənin nə haqqın var ki, onun sözündən çıxasan? Sənin nə haqqın var ki, onu incidib, ona hörmətli eləyəsən? Eləcə ata, atanın əziyyətləri bəzən görünməz olur.
Övlad onu görə bilmir. Atanın çəkdiyi əziyyətlər gizlin olur. Övlad necə elə bir insanın üzünə qayıda bilər, onun qəlbini qıra bilər, ona hörmətli eləyə bilər. Onun haqqını tapdalaya bilər. Elə bu günləri fürsət günüdür. Bu günləri elə qərar verək. Hələ mənim valideyn haqqında xütbəm qalıb, inşallah ya 7-ci ya 8-ci gecədə ətraflı danışacağım. Bu günləri çalışaq qərar verək. Ailədə həyat yoldaşımızın qəlbini incitmişiksə, onun haqqına girmişiksə, gedək halallıq alaq. Valideynlərimizi incitmişiksə, əgər sağdılarsa, gedək onlardan halallıq alaq. Əlimiz çatmır bugün görməyə, zəng eləyək, halallıq alaq, könüllərini şad eləyək. Dünyadan köçübsə, Allah cəmi dünyadan köçən valideynlərə rəhmət eləsin. Onlar üçün dualar eləyək, onların bağışlanmağı üçün dualar eləyək, yerlərinin cənnət olması üçün dualar eləyək. Vallahi billahi bu işlər valideynin razılığına səbəb olacaq. Çünki bir gün biz də qocalacaq. Hamımız qocalacaq. Və hamı da bilir bunu. Yəqindən yəqin bilir. Bu gün mən valideynimlə necə davranıramsa, and ola Allaha, gələcəkdə də övladım mənə o cür davranacaq. Bu vacibdən vacib, yəqindən də yəqindir. Bu gün mən ona xidmət eləyərəm, səhər övladım mənə baş üstə deyəcək. Bu günləri nə qədər valideynlər qocalar evində də, aparıb qoyaram ora, səhər mənim də yerim oradır. Səhər mənim də övladım mənə o cür davranacaq. Onu edirəm, bu gün elə bu gündür. Bu gün qərarımızı verib valideynlərimizə xidmət eləyək. Onların könlünü şad eləyək. Mövzumuz ki, ailə idi, qaydaq ailəyə. Dedi, ailədə hörmət itsə, ailələr dağlara. Buyurur ki, ailədə hörməti necə bərpa etmək olar? Bunu deyim inşallah, söhbətimi tamamlamaq üzrəyəm. Buyurur, birinci, ailədə Allahın razılığı əsas məqsəd olsun. İşimiz bu olsun. Ailədə yalnız Allahın razılığını düşünün. Allah nəyə razısa o işi görün. Sonra buyurur, ailədə gözəl danışmağı vərdiş halına gətirin. Mənfi sözlər var, acı sözlər var, onları qoyun bir qırağa. Da bəsdir. Büyünə kimi eləmişik, bilməmişik, da bir gündən sonra eləməyək. O sözləri qoyaq qırağa, gözəl sözlərə vərdiş eləyək. Fani dünyada 3 günlük, 5 günlük dünyada ölüb gedəcəyik. Bizə qalan o gözəlliklər olacaq, gözəl sözlərdən istifadə eləyək. Deyir, ailədə tərəflər bir-birlərinin səhvlərini qəbul etməyi öyrənsin, bir-birini o səhvlərə görə bağışlamağı öyrənsin, bir-birimizin nöqsanlarından keçək. Necə ki, dünən də demə, Allah bizim nə qədər nöqsanlarımızdan keçib, nə qədər xətalarımızın üstünü örtüb, nə qədər səhvlərimizin üstünü örtüb, bizim günahlarımızı açaq, bir-birimizə baxa bilmərik də, o qədər eyiblərimiz var. Allah hamısının üstünü örtür. Ailədə də bir-birimizin səhvini deyir, görməməzlikdən gəlin, dua eləyin. Ailədə deyir, çoxlu dua eləyin. Çünki qəlbləri dəyişən Allahdır. Gözəl bir söz sonunda deyir ki, ailələr deyir, birdən-birə dağılmır. Ailəni dağıdan nədir? Əvvəl deyir, hörmət azalır, sonra sevgi, mərhəmət zəifləyir və nəhayətində nə olur? Allah üçün qurban o ailə, sonunda baxsan gəlib dağılmağa çıxır. Ailəni qorumaq istəyirsə, ilk növbədə hörməti qorumalıyıq. Kərbəlada xanım Zeynəb salamullah aleyha bizə ailənin nə demək olduğunu o öyrətdi. Kərbəlanın bizə mesajı var. Xanım Zeynəb bizə ailədə necə hörmət etmək lazımdır, necə hörməti qorumaq lazımdır, onu başa çalır. Baxın, xanım Zeynəbin həyatına. Qardaşı İmam Hüseyni, Əbəlfəz ağanı, övladlarını, onların ailəsini xanım Zeynəb salamullah aleyha tək buraxmadı. Onların yanında oldu. Qardaşı ballarının yanında oldu. Şəhidlərin yadigarları vardı, övladlar. Xanım Zeynəb onları tək buraxmadı. Onların dərdinə şərik oldu. Çətinlikdə, təhlükələrdən qorxmadı. Çünki o bilirdi ki, ailə sevgisi sadəcə xoş günlərdə birlikdə olmaq deyil. Əsl ailə sevgisi çətin günlərdə, çətin anlarda bir yerdə olmaqdır. Bu çətin anlarda xanım Zeynəb salamullah aleyha o balaların, o körpələrin, qardaşlarının yanında olmuşdur.
Biz qardaşlarımızın, bacılarımızın, valideynlərimizin yanında nə qədər oluruq? Onların yanında nə qədər onlarla dərdləşirik? Onların hansı çətinliklərindən, hansı problemlərindən xəbərimiz var? Bunu da deyim. Hələ onsuz zikri müsibət yerinə var da. Bugünün böyük problemi nədir? Bacı ilə, bacı qardaşla, qardaş qardaşla olan problemlər. Görürsən, illərlə bir-biri ilə danışmayan qardaşlar var. Mən təzə kətdə idim, 4-5 yıldan qabaq. Bizim elə qohumlardan deyək, 20 ildir bir-biri ilə danışmırdılar qardaşlar. Bir neçə qardaşlar. Qardaşlar rəhmətə getdi. Elə birinin üzründə 2 qardaş qalmışdı, orada barışdılar. Bir-birinin qədrini indi bildilər ki, daha hər kəs əldən çıxır. Bugün nə qədər qardaşla yola getmir? Nə üstündə? Təkəbbürü, mənəmçilik, dünya malı, pul, vəzifə, kimə qalıb, nəyə qalıb, insana qalan mehribançılıqdır, valla. Kim qardaşı ilə, bacısı ilə küslübsə Allaha xatir. Geçsin bir-birini bağışlasın, barışsınlar. Kərbəlanın günündə xanım Zeynəb salamullah aleyha təkcə bacı olmadı. O həm ana oldu, həm müəllimə idi, həm himayədar idi. Onu elə deyirlər, xanım Zeynəbə, müsibətlər anası. Hansı müsibətləri görmüşdü o? Şəhidlərin övladları ağlayır, onları sakitləşdirən xanım Zeynəb. Qadınların, uşaqların təhlükəsizliyini düşünən yenə Zeynəb. İmam Hüseyin əleyhissalamın mesajını gələcəyə bizə çatdıran yenə xanım Zeynəb. Gözəl sözdür, deyir ki, əgər Məhərrəm ayında İmam Hüseynə və xanım Zeynəbə ağlayırıqsa, ağlamaqla kifayətlənməyin. Deyir, onların həyatından nə götürün? Tək ağlamaqla iş bitmir. Bu gün oturaq xanım Zeynəbə, İmam Hüseynə ağlayaq. Onların həyatını özümüzə nümunə götürək. Xanım Zeynəb Kərbəla səhnəsini gördü. Tarix yazır, bunu belə də yazır. O səhnəni gördü, bir günə qocaldı, tanınmaz ala düşdü. Yezid Lənətullahın xanımı olur Hində. Bunu səhv eləmirəmsə keçən il danışdım. Yaddaş eləyək, yaddaşımızı təzələyək. Hindənin atasının yazırlar tarixdə illərlə uşağı olmur. Əhd eləyir. Deyir, Allah mənə bir övlad versin, mən onu aparıb qoyacam Həzrət Əlinin evində kəniz, nökər. Əhd eləyir buna. Allah bu əhdindən sonra ona övladı verir, Hindəni verir. O da əhdinə sadiq olur. Aparır Hindəni qoyur Həzrət Əlinin evində kəniz. Bu Lənətullah Yezidin xanımı Hində deyir, o gətirilən əsirləri mən görmək istəyirəm. Məni aparın onların yanına. Gətirirlər onların yanına, bu əsirlərin yanına. Hində soruşur ki, siz haran əhlisiniz? Deyir, biz Mədinənin əhliyik. Deyir, sizə Mədinədən bir ailəni desəm tanıyarsınız. Dünən inşallah ki, tanıyarıq da. Sual verir onlara ki, siz Həzrət Əlini və onun ailəsini tanıyırsınız. Xanım Zeynəbə verir bu sualı. Siz Həzrət Əlini və onun ailəsini tanıyırsınız. Xanım Zeynəb deyir, bəli. Mən o Həzrət Əlinin övladı Zeynəbəm. O teşnə qabda ki, görürsən, ha, baş, üstü örtülü baş. O da mənim qardaşım Hüseynin başıdır. Görün, nə hala qalmışdır Zeynəb. Zeynəbi tanıya bilmirdilər. Hər il zikri müsibət eləyik. İstəyirəm bu gecəni Zeynəblə bir dərdləşək. Onunla bir münacat eləyək. Onun o çətin anları var. Və o günləri xatırlayaq. O anları bir dənə xatırlayaq ki, nələr çəkibdi Zeynəb. Ya Zeynəb. Sözün böylüyünə bax, deyir, Zeynəbin müsibətini hansı sözlə insanlara çatdırmaq olar o müsibəti? Heç bir sözlə insana çatdırmaq olmur o müsibətləri. Bir gündə, bir neçə saatın içində Zeynəb qardaşlarını itirdi. Öz övladlarını itirdi. Əzizlərini itirdi. Kərbəlanın çölüdür, bir-bir şəhidlərin cəsədlərinə baxır. Ağrıya, acıya baxırsan. Bir-bir yazır cəsədlərə baxır. Amma ən ağır anı bilirsən nədir? Ən çətin anı, deyir, qardaşı Hüseynin onu son dəfə çağırdığı andı ki, bacı Zeynəb, mənim harayıma gəl. Zeynəbin deyir, ən çətin anı idi o. Ən çarəsiz anı idi o. İmam Hüseyin əleyhissalamı yazırlar tarixdə, şəhid elədilər.
Ondan sonra bütün çadırları yandırdılar. Zeynəbin gözü önündədir bu hadisə. Çadırları, xeymələri yandırıblar. Yetim uşaqlar ki var, ataları şəhid oldu da. Alovların arasında deyir, o yana qaçırlar, bu yana qaçırlar. Biri deyir əmim Əbbasanı, biri deyir atamanı. Bütün bu səhnəndə Zeynəb görür. Buna ürək necə dözsün? Ürək buna necə tab gətirsin? Deyir o uşaqların göz yaşını silən də elə Zeynəb oldu. Sinəsinə çıxan da Zeynəb oldu. Bu qədər ağrını, acını çəkən də Zeynəb oldu. Nə deyirlər? Zeynəbə deyirlər, sən tək bacı deyildin. Zeynəb Kərbəlanın bütün acısını daşıyan bir qadın idi. Bütün acını tək başına daşıdı. Bütün orada olan ağır səhnə ki var, hamısının şahidi Zeynəbdir. Ən çətin anlarından biri, qardaşı Hüseyni başını nizədə görən də Zeynəb idi. Ən ağır nöqtələrdən biri deyə bu. Yazırlar balaca Rüqəyyə atasından sonra, atasını ki şəhid edib, atasını axtarır, atasını çağırır. O balaca Rüqəyyə cavab verə bilməyən də Zeynəb idi. Şamın küsələridir, bir yerlər tikanlı, əsir aparırlar Zeynəbi. Amma onun qürurunu heç kim əsir eləyə bilmədi. Əsir aparırlar Zeynəbi, tarix yazır. Əllərinə deyir, qamçını vura-vura aparırlar. Hansı əllərdir? O əllərdir ki, Həzrəti Əli əleyhissalam kimi şəxsiyyət öpüb gözünə qoyurdu o əlləri. Bu zalimlar, bu lənətli olan insanlar o əllərə qamçı vururdular. Zeynəbə bu cür əziyyətlər verirdilər. Bir bədəni yoruldu Zeynəbin, qəlbi yandı, amma heç vaxt Hüseynin yolundan dönmədi Zeynəb. Bugün yazır, danışa bilmədim. Bir milyonlarla insan Hüseyin üçün ağlayırsa, bunun səbəbi Zeynəbin səbri, Zeynəbin fədakarlığıdır. Sonda bu söz elə hamımızın adından deyirəm ki, ya Zeynəb, əgər sən olmasaydın, Kərbəlanın səsi itib batardı. Bu günə gəlib çıxmazdı. Ələ lənətullahi ələl qavmiz zalimin. Zeynəb, 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 dərd aşiqə, Zeynəb, qərq bəlam, Zeynəb, 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 kənz-i həya, Zeynəb, kan-i məfun, Zeynəb, 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 dərd aşiqə, Zeynəb, qərq bəlam, Zeynəb, qəm qəhrəmani, zəhra-nişani, qəm qəhrəmani, zəhra-nişani, ruhi ba iman, canım sana qurban, canım sana qurban. Zeynəb, 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 sallallahu aleyki ya Zeynəb-i Kubra, salamullahi aleyha. Ya Seyyidena inna tevajjahna ve secdena tevassalna biki ilallah ve qaddamnaki beyne yeday hacatina ya vecihata indallah işrailena indallah ya vecihata indallah işrailena
زینبه تنها عادل olsa سکاد و فقط سرس پایین کربلانın خلقتی زینب'دی هم ابوالفضل هم حسین'ün غیرتی زینب'دی یا زینب شام فروزان فضیلت خواندی قلب عالم شور eşkiden onun viranedi bu diyarın parçanın emniyeti Zeynep'dedir koymaruk aslan hesaba yaver bular sözlerin harbeyi tehdilde bir cay oranlar özlerin çap baksa kim Zeynep çıkar dar gözleri keşver sahip zaman izzeti Zeynep'dedir salam diye bir de tekrar edelim çap baksa kim Zeynep çıkar dar gözleri keşvere sahip zaman izzeti Zeynep'dedir bu diyarın perçemin emniyeti Zeynep'dedir merhali öldürdü Heydar ağladı peykan ile mağribi yıktı Ebu'l-Fazl tiri ateş var ile Zeynep'in maşşarı aldı bağlanan kollarıyla pes kabul eyle şehamet müstefî Zeynep'dedir hem Ebu'l-Fazl hem Ali'nin gayreti Zeynep'dedir gelmişik kahretsin meclisi gel berpa ya Zeynep gelmişik kahretsin meclisi gel berpadir Zeynep'iyye ile aşıklara aşkuradir şimdi Zeynep sözün istak hidayetti bize zindegi nalesidir başın gayretti bize ay yasa karanla ay Zeynep geldim görenle ay piyade Kerbela'ya gidenle hanımın meclisi yası ile cennetti bize ne kadar var bir tamam sen de denen ya Zeynep ahir Hazreti Mehdi büyük sen de denen ya Zeynep şimdi Zeynep usara leşkeri sarlarsa şimdi Zeynep burayı cerre zamanından kızdı ağala ağibet Şam'a felaketti onu canlıdır kardeş Uraba bağlı vatan oldu celali vatana can verenden belasıyla bir şehit bir şefana Hüseyin kardeş sarı damarın anlarda kalan Zeynep ulan Hüseyin hafızın sidemelerde salan Zeynep ulan kanlı bir ahali düşmenden olan Zeynep ulan ay yaralarıma acır kurban mücadele ya Hüseyin senin dağları yerlerde kalan Zeynep'ine Kafasını sidemelerde saran Zeynep'ine kanlı bir ahali düşmenden alan Zeynep'ine
Kameti bari musibetlerden Zeynep'ine başın üstte başıma gemçileye Zeynep'ine aygaş Hüseyin kızların gemlerinin canını aldı Hüseyin kaç bileydi ne yalan günlere kaldım ay kardeş Hüseyin an olsun Hüseyin an olsun nenem Zehra'ya kardeş senden sonra bir günde kocatmayı Hüseyin ya Hüseyin şahi hürmetli adamsız bacılıyladı Kamerinde yolla bacılı azad et Ben Zeynep'em ömrümde gül görmedim Hüseyin Ben Zeynep'em ömrümde gül görmedim Diliyle safa gülü can üstte kardeşimsin Dudağımına bir içim su vermem Hüseyin Ya Abdillah Ya Aziz Azam Allah inşallah gayrı olsa ya bu gece ele bir gece Allah güzel buyurdu Hanım Zeynep bir günde saçamadı bir günde. Bir Allah hanım evden gelip gelende Ali bir gördüm Zeynep ihsas edir. Həmişə evden gelip gelende anası olan gelir uşağın başının üstüne Kur'an'ı götürüp Kur'an'ın altından çıkır. Bir Allah hanım evden gelip gelende Ali bir gördüm Zeynep ihsas edir. Yani Kızın nənəsi olmasa gəlin gelende təngə gələr. Görmə deyirəm sənə, Zeynep evdən çıxanda Əli deyir, gördüm çox ehsas etdim. Madərli elədim, deyir, gətirdim özüm Kur'an'ı, gətirdim dedim bana, bəxtəvər olasın. Zeynep elə istəyirdi, evdən xaric ona. Məhəbbətə bax Dedi atayam Əbi Abdullah'a sözüm var Dedi Əbi Abdullah Yani yoldaşı kalmıştı Kapının üçüncünde değil Emir-i Mu'min çağırdı bir Abdullah Zeynep'in sana sözü var Abdullah adı Abdullah idi Abdullah geldi dayandı Zeynep'in beraberinde dedi Zeynep hanım Mənə əmrin nədir Zeynep dedi Abdullah mənim ixtiyarım sənin əlindədir Səni and verirəm Allah'a sən desən gedərəm deməsən getmərəm Amma bir dənə səndən bir xahişim var Mənim mehriyəm odur ki Məni Hüseyin'dən ayrı salma Yüce Zeynep ya Hüseyin Ya ben Hüseyin'den ayrı salmadım Ben Zeynep'e Allah'ım kardeş Yürek kanı karışar gözyaşıma Kardeşimin başına taştırmayın O taşları vurun benim başıma Akşam oldu yüreğim gam oldu Duman geldi dağlar başı çaldı Elim gayretli Abbas'a kabar ver Gelinim məcəlim Naməhram Yüce Zeynep
Come
sinemi ağlamağa gelmişem. Sinemi ağlamağa gelmişem, ağlamağa, sinemi ağlamağa. Zeynep'in hali perişandı Hüseyin, çöldün aldidesi yandı Hüseyin. Zeynep'in hali perişandı Hüseyin, çöldün aldidesi yandı Hüseyin. Altı şehremin ey yarim, Zeynep'e rozayı yandı Hüseyin. Altı şehremin ey yarim, Zeynep'e rozayı yandı Hüseyin. Gelmişem ağlamağa, sinemi ağlamağa gelmişem. Ağlamağa gelmişem. Ağlamağa. Esselam ey bulbul canım, eyleyen canını Kur'an'a fedaya. Eşkine kurban, eşkine kurban, kalemda müşkilimiz var, derdimiz var, kalemda gelmişem ağlamağa, sinemi ağlamağa gelmişem. Esselam ey boynuzlar mefam, eyleyen canı Kur'an'a feda. Esselam ey başında olan sesler, olan minberden bu hicran. Esselam ey başında olan sesler, olan minberden bu hicran. Gelmişem ağlamağa, sinemi ağlamağa. Yallah gelmişem sinemi ağlamağa. Yallah gelmişem sinemi ağlamağa. Gelmişem ağlamağa, sinemi ağlamağa. Bu kucağım bile sanma beceri, gündüzüm sensiz Hüseyin can gecemi. Bu kucağım bile sanma beceri, gündüzüm sensiz Hüseyin can gecemi. Ocaktır bacımın katligahım, de gönül yâlisiyle necebim. Ocaktır bacımın katligahım, de gönül yâlisiyle necebim. Gelmişem ağlamağa, sinemi ağlamağa gelmişem. Ağlamağa, sinemi ağlamağa. Yallah gelmişem Zeynep'in hali perişandı Hüseyin, şönden aldidesi yandı Hüseyin. Altı şehremin ey yaralı, Zeynep'e rozayı yandı Hüseyin. Altı şehremin ey yaralı, Zeynep'e rozayı yandı Hüseyin. Gelmişem ağlamağa, sinemi ağlamağa. Yallah gelmişem sinemi ağlamağa. Gelmişem ağlamağa, sinemi ağlamağa. Yallah. Esselam ey bulbul zar mefam, Esselam ey bulbul
gelmişəm ağlamağa, sinəmi ağlamağa, gəlmişəm gelmişəm ağlamağa, sinəmi ağlamağa, gəlmişəm o qocalmaq belə sanma becəli, gündüzün sənsiz Hüseyin can gecəli. O qocalmaq belə sanma becəli, gündüzün sənsiz Hüseyin can gecəli. Qocalıqdır bacılın qətligahın, de görüm yarisimin necəli. Qocalıqdır bacılın qətligahın, de görüm yarisimin necəli. Gəlmişəm ağlamağa, sinəmi dağlamaya, gəlmişəm ağlamağa, sinəmi dağlamağa, gəlmişəm ay Kərbala, 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 yalla ay Kərbala. Başsız badan çoxdur məqamın kəbədən. Ay Kərbala, ay Kərbala, ey qibləyi nur ədəm, var səndə bir başsız bədən çoxdur məqamın kəbədən. Ay Kərbala, ay Kərbala, yana ay Kərbala. Asgar yatır, sende avansın yatır, sende güzel günler yatır. Bir yerde üç dilber yatır, ekber yatır, asgar yatır, sende avansın yatır. Ay Kerbela, ay Kerbela, ay Kerbela. Allah yukarı. Ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Eşkine, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Yalla senden gelir Leyla sesi, bir kez rubabın ağlası, soldu susuz canlı ağlası. Ay Kerbela, ay Kerbela, senden gelir Leyla sesi, bir kez rubabın ağlası, soldu susuz canlı ağlası. Ay Kerbela, ay Kerbela, yalla ay Kerbela. Ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela.
Kerbela yallah Fasli fara Gün görmedik Sahnu rava Gün görmedik Kasım Urka Gün görmedik Ay Kerbela Ay Kerbela Fasli fara Gün görmedik Sahnu rava Gün görmedik Kasım Urka Gün görmedik Ay Kerbela Ay Kerbela Ay Kerbela Ay Kerbela, ay Kerbela, yallah, ay Kerbela. Ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, yallah, goruldu taşlı azap, çekildi arş-ı ala, ucaldı şur neba. Taşıdı azam Çekildi arş-ı alam Ucaldı şur-ı nema Ağa imam-ı zaman Mevla ya Eba Salema İşkimize kurban Mevla Le Mevla Taradı Kerbela Ağa imam zaman İnayet eyle ağam Bu cem'e eyle atam Taradı Kerbela Ağa imam zaman Mola Veli bu azariler Cahanda şöhreti var Evvel feza şiiri Ağa imam zaman Veli bu azariler Cahanda şöhreti var Evvel feza şiiri Ağa imam zaman Feda ola canımız
Ya Hüseyin, 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 ya Rabbi yetişti Mah-ı Muharrem, ya Rabbi yetişti Mah-ı Muharrem, tuttu bu ayda dünyanı makam, ya Rabbi yetişti Mah-ı Muharrem, tuttu bu ayda dünyanı makam, nasip oldu her yerde bu ay bir kara parçam. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Hasan dünya dönürdü matam saraya, kara çekildi arş-ı Hudaya. Dünya dönürdü matam saraya, kara çekildi arş-ı Hudaya. Şah-ı Azam, ya Hüseyin, 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 saslı Hüseyin var, köyde melekler, kana dönüp sesli Hüseyin var, köyden melekler, kana dönüktür bu an yürekler. Cennette Zehra oldu mukarrer, o gusse bu hicran ile kan ağlar matem. Ya Hüseyin, 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 derdi olanlar dermana gelsin, Baber Caniye Sultan'a gelsin, derdi olanlar dermana gelsin, Baber Caniye Sultan'a gelsin, eşki Hüseyin'e divana gelsin, köyden melekler seslenir bu ayda matem. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, Kardeş gitme dayan, kardeş gitme dayan, kime oldu talan Zeynep'e mübarek oldu. Kardeş gitme dayan, kardeş gitme dayan, kime oldu talan Zeynep'e mübarek oldu. Sensiz ölmem, bende yoktu tamam, Zeynep mübarek oldu. Ayrılıktan sinemi dağlı yara, ayrılıktan sinemi dağlı yara. Başa kare
Zeynep oldu esir. Göz aç ol ki besir. Göz aç ol ki besir. Zeynep oldu esir. Yetişim dağda kardeş. Kızlar çölde kaçır. Düşman mecer açır. Yetişim dağda kardeş. Ayrılıkta sinemi dağlayan. Salaram anlayaram başa qara. Yaxşı sinə vur sənə bir. Anlayaram göz aç ol ki bəsir. Göz aç ol ki bəsir. Zeynep oldu əsir. Yetişim dağda qarda. Zeynep oldu esir. Yetişim dağda kardeş. Kızlar çölde kaçır. Düşman mecer açır. Yetişim dağda kardeş. Ayrılıkta sinemi dağlayaram. Ayrılıkta sinemi dağlayaram. Başa qara. Salaram anlayaram başa qara. Salaram bir də ayrılıqda sinemi dağlayaram. Ayrılıqda sinemi dağlayaram.
Bağlar ağlar Zeynəbin qəbrinə. Aşıqəm gərçinə